Hamıya salam. Unreal Engine daxilində bugünkü dərsimizdə Steam Online servis platformasını öz proyektimizə necə qoşacağımızı öyrənəcəyik. Ümumiyyətcə, multiplayer tipli oyunlarda olduqca vacib bir məsələdir. Burada online servis dedikdə hər hansısa bir server nəzərdə tutulmur. Sadəcə olaraq istifadəçilər arasında məlumat mübadiləsini təmin edən hər hansısa bir online servisdən burada söhbət gedir. Online servis platformaları müxtəlifdir. Bunlar arasında ən məşhur yayılmış Steam Online servisi nümunə çəkmək olar. Lakin dediyimiz kimi müxtəlif online servis platformaları mövcuddur. Misal üçün Epic Games'in öz online servis platforması mövcuddur. Bundan əlavə Microsoft'un öz online servis platforması da mövcuddur. İstənilən nəhəng şirkətin demək olar ki, istifadəçilərə təqdim etdiyi online servis platformaları mövcuddur. Məhz istəyimizə uyğun olaraq bu online servis platformalarından istədiyimizi seçib istifadə edə bilərik. Lakin dediyimiz kimi, ən məşhur yayılmış online servis platforması Steam olduğuna görə bugünkü dərsimizdə Steam üzərindən sizə nümunəni göstərəcəyəm. Hal-hazırda ekranda da gördüyümüz kimi Steam Online platformasını öz proyektimə qoşmuşam və ekranımızda Steam layoutunu görürük. Yəni tam funksional şəkildə Steam Online platformasını öz proyektimizə qoşub istədiyimiz kimi burada istifadə edə bilərik. İndi isə gəlin bu platformanı öz proyektimizə necə qoşub istifadə edə biləcəyimizi sizlərlə birlikdə öyrənək. Bunun üçün əvvəlcə bizə 2 ədəd plugin lazım olacaq. Bu pluginləri hal-hazırda ekranda gördüyümüz internet saytı üzərindən yükləməliyik. Bu web sayta daxil olduqdan sonra burada aşağı hissədə bizə lazım olan Advanced Session adlı pluginlərimizi görürük. Məhz bu pluginlər hal-hazırda gördüyümüz kimi mühərrik versiyasına görə fərqlənir burada. Və təbii ki, istifadə etdiyiniz mühərrik versiyasından asılı olaraq burada yüklənməni həyata keçirməlisiniz. Misal üçün, mənim hal-hazırda sizə göstərdiyim nümunədə proyektim Unreal Engine 5.3 versiyasında istifadə etdiyimə görə burada gördüyümüz kimi bu plugin versiyasını yükləyib istifadə etməliyik. Lakin sizin proyektiniz mühərrikin hansı versiyasında istifadə olunursa, məhz həmin mühərrik versiyasına uyğun buradan yüklənməni həyata keçirməlisiniz. Yüklənməni burada həyata keçirdikdən sonra yüklədiyimiz burada gördüyümüz RAR faylımızı əvvəlcə ekstrakt etməliyik. Öz fayllarımızı arxiv daxilindən bu şəkildə çıxardıqdan sonra bu qovluq daxilinə keçid edirik. Burada ilkin gördüyümüz Advanced Session adlı qovluğun daxilinə keçid edirik və burada gördüyümüz 2 ədəd bu plugini kopyalayırıq. Kopyaladıqdan sonra öz proyektimizin qovluğu daxilinə keçid edirik və burada mütləq şəkildə bir ədəd plugins adlı qovluq düzəltməliyik. Əgər bu qovluq sizin proyektinizin qovluğu daxilində mövcuddursa, bu qovluğu əlavə olaraq düzəltməyə ehtiyac yoxdur. Əgər bu qovluq yoxdursa, mütləq şəkildə dediyimiz kimi bu qovluğu burada gördüyümüz qaydada adlandırıb düzəltməliyik. Daha sonra bu qovluq daxilinə keçid edirik və həmin kopyaladığımız 2 ədəd plugini buraya yerləşdiririk. Pluginlərimizi bu şəkildə yerləşdirdikdən sonra keçid edirik yenidən proyektimizin qovluğu daxilinə. Burada config qovluğuna daxil oluruq və default engine adlı faylımızı burada açırıq. Daha sonra hal-hazırda ekranda gördüyümüz internet saytına daxil oluruq və burada gördüyümüz default engine adlı bu skripti buradan kopyalayırıq. Skriptimizi buradan kopyaladıqdan sonra default engine adlı faylımızın daxilinə keçid edirik. Burada ən aşağı hissədə həmin bu kopyaladığımız skriptimizi buraya yerləşdiririk. Bu şəkildə bu əməliyyatı da icra etdikdən sonra fayl bölümündən bütün nəticələri save edirik və bu faylımızı artıq bağlayırıq. Növbəti olaraq öz proyektimizi yenidən işə salırıq. Proyektimizi işə saldıqdan sonra edit bölümündən plugins bölümünə keçid edirik və axtarış bölümündə ilkin öncə advanced yazıb axtarışa veririk və axtarış nəticəsi olaraq burada gördüyümüz bu 2 pluginin hal-hazırda gördüyümüz kimi aktiv olduğunu burada təmin etməliyik. Əgər bu pluginlər mənim sizə göstərdiyim qaydada düzgün şəkildə quraşdırılıbsa, avtomatik olaraq burada bu pluginləri aktiv olduğunu görəcəyik. Əgər bu pluginləri siz burada görməsəniz, demək ki, pluginləri
proyektin qovluğu daxilinə yerləşdirən zaman hansısa bir səhvə yol vermisiniz. Mütləq şəkildə mənim sizə videoda göstərdiyim qaydada bu pluginləri öz proyektinizin qovluğu daxilində plugins adlı qovluğa yerləşdirməlisiniz. Bu pluginlərin də burada düzgün şəkildə quraşdırıldığını gördükdən sonra axtarış bölümündə Online Steam adlı axtarış həyata keçirdirik və burada gördüyümüz Online Subsystem Steam adlı pluginimizi buradan aktivləşdiririk və mühərriki buradan yenidən işə salırıq. Bütün bu göstərdiyim pluginləri ardıcıl olaraq aktivləşdirdikdən sonra bu pəncərəni artıq bağlayırıq. Növbəti olaraq Steam Online Servis platformasının öz proyektimizə korrekt şəkildə qoşulduğunu vizual olaraq görmək üçün əvvəlcə bu bölümdən Standalone rejimə keçid edirik. Burada Standalone Game bölümünü seçdikdən sonra oyunumuzu işə salırıq və bütün nəticələr mənim sizə göstərdiyim qaydada korrekt şəkildə həyata keçirilibsə, oyuna başladığımız zaman ekranın aşağı sağ küncündə bizim proyektimizin Steam platformasına qoşulduğu haqqında kiçik bir xəbərdarlıq alacaqsınız. Məsəl hazırda ekranda gördüyümüz kimi bizim proyektimiz korrekt şəkildə Steam platformasına qoşulmuş sayılır. Əgər siz həmin mesajı ekranın aşağı sağ küncündə görməsəniz, deməli sizə göstərdiyim ardıcıllıqlardan hər hansısa birində səhvə yol vermisiniz. Daha sonra klaviaturada Shift və Tab kombinasiyasına klik etdiyimiz zaman hal-hazırda ekranda gördüyümüz kimi Steam platformasının layoutunu görəcəyik və buradan da belə başa düşürük ki, biz öz proyektimiz daxilində Steam Online servisi tamamilə qoşmuş sayılırıq və istədiyimiz kimi öz proyektimiz daxilində bu platformadan istifadə edə bilərik. Burada digər bir vacib məsələ bundan ibarətdir ki, əgər ekranın aşağı sağ küncündə Steam'ə qoşulmaq haqqında xəbərdar verici bir mesaj almırsınızsa, mütləq şəkildə proyekti işə salmamışdan öncə arxa fonda Steam platforması işə salınmalıdır. Steam isə internet üzərindən yükləmək olduqca sadə bir məsələdir. Ona görə də bu prosesi sizlərə göstərmirəm. Yəni Steam'i öz kompüterimize yüklədikdən sonra mütləq şəkildə Steam Online Servis platforması ilə işləmək üçün arxa fonda əvvəlcədən bizim Steam'imiz işləməlidir, yəni işləş səviyyədə olmalıdır. Bundan sonra sizə göstərdiyim ardıcıllıq ilə bu platformanı öz proyektinizə qoşub istifadə edə bilərsiniz. Ümumiyyətcə bugünkü dərsimizdən də gördüyümüz kimi Steam Online servisi öz proyektimizə qoşmaq olduqca sadə bir məsələdir. Məhz bugünkü dərsimizdə bu haqda sizlərə ətraflı məlumat verdim. İlerləyən dərslərimizdə Steam Online servis vasitəsilə kiçik bir əməliyyatın nümunəsinə baxacağıq sizlərlə. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.